Elə bilirik ki, Allahın huzuruna çıxmaq asan olacaq. Hə, yəni nə var ki burada? Namaz deyirsənsə əgər qılıram da, əlhamdülillah. Nədən qorxmalıyam ki mən? A kişi, peyğəmbərlər qorxurdular Allahın huzuruna çıxmaqdan. Peyğəmbərlər deyirəm sizə, hansı ki cənnətlə müjdələnmişdilər. Amma biz sizlə, yox, qorxma, narahat olma. Peyğəmbərlər deyirəm sizə, qorxurdular. Amma biz, qorxma, hər şey yaxşı olacaq. Allah bağışlayandır. Eşitmisiniz də yəqin belə sözlər. Allahın rəhməti qəzəbindən daha böyükdür. Bu kimi sözlər tez-tez eşidirəm. Onda belə çıxır ki, sən Qurani Kərimi Allah Rəsulundan daha yaxşı anlayırsan da, hə? Əbu Bəkir, Ömər, Osman və Əlidən daha yaxşı anlayırsan da, eləmi? Onlar qorxurdular, narahat olurdular. Sizin bizim kimi Allah bağışlayacaq deyib arxayın oturmurdular. Yəni onlar bilmirdilər ki, Allah bağışlayandır. Ölüm haqdır, qardaşlar. Və bu zarafat deyil. Ölüm hər an gələ bilər. O gəlmədən özünüzü hesaba çəkin. O günə nə hazırlamısınız? Vaxtınızı boşa yandırmayın. Həyatınızla Rus ruleti oynamayın. Həyat bir dəfədir. İkinci şansınız olmayacaq. İkinci şans olmayacaq. Tez-tez eşidirəm bu sözləri. Deyirlər ki, əşi, ora gedib gələn mi var, Kim gedib oradan geri qayıdıb? Elə iş də burasındadır ki, oradan heç kəs geri qayıtmır. Siz də qayıtmayacaqsınız. Sizə də heç kim orada get sonra gələrsən deməyəcək. Qardaşlar, Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurub, necə yaşayarsansa, o cürdə ölərsən. Yəni bunun həqiqətən nə demək olduğunu anlayırsınızmı? Bu o deməkdir ki, yəni qardaş deyir, hələ cavanam, biraz cavanlıq edim, biraz şellənim, sonra tövbə edəcəm. Sübhanallah. Qardaşlar, elə bir axmaq düşüncə var ki, hələ cavanam, hələ nə yaşım var ki mənim, hələ hər şey qabaqdadır. Dayan bir dəqiqə, sən bununla nə demək istəyirsən? Yəni, indi gəzim, tozum, nəyi var, sonra bir gün yerimdən oyanım, deyim, artıq bəsdir, tövbə edim, həccə gedim. Yəni, həqiqətən belə mi demək istəyirsiniz? Bunu mu düşünürsünüz? A kişi oyan, Allah Rəsulü sallallahu aleyhi və səlləm deyib, necə yaşayarsansa, o cürdə ölərsən. Necə öləcəksənsə, o cürdə diriləcəksən. İndi necə yaşadığına bir bax, özünü aldatma. Məsələn, özüm şəxsən birini tanıyırdım. Barda güllələnərək öldü. Barda. Biri də var idi, zina edərkən öldü. Zinaya gedərkən yox, qayıdarkən yox, zina edərkən. Ürəyi dayandı və öldü. Sübhanallah. Sonra da deyirlər ki, düzdür, namaz qılmırdı, içki içirdi, zina edirdi, amma çox bomba oğlan idi. Kasıb küsuba pul parazad verirdi. Nə səfeh-səfeh danışırsınız siz? Adam zina üstündə ölür, nə bomba oğlanı. Və bunun kimi nə qədər oğlan